Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Mən bu şəhərcikdən sizə bir dənə ev çəkib, deyəsən 2 dənə ev çəkib təqdim eləmişdim. Mən hal-hazırda Şuvalanda Qrestəyim. 230 nömrəli məktəbin yaxınlığında. Bax, bu şəhərcikdə 10 dənə ev. Deməli, 10 evdən 3 dənəsi, 4 dənəsi satılıb, hal-hazırda orada 4 evdə yaşayış var. 4 evdən əlavə olaraq 2 ev hal-hazırda satışdadır. Ovusu evlərdə təmiri, ağır işlər bitib, sadəcə təmir işi gedir. Tikinti bitib, təmir işi gedir. Ondan əlavə olaraq da 2 dənə də burada ev var. Ümumi şəhərciyin girişində. Bu evlərin qarşısında olan bu genişliyi, bu asfaltı, necə deyərlər, uşaqlar üçün futbol meydançası kimi olan bu parking sahəsini sizə göstərmək üçün özümə borc bildim ki, görəsiniz. Mən sizə bu genişlikdə bu evi təqdim edəcəm. Baxın, bu evi qiyməti 255.000 manatdır. Bütün marşrut xəttinə, 230 nömrəli məktəbə yaxın, sonra marketlərə yaxın bir ərazidən sizə 4 sotun içərisində bu evi təqdim edəcəm. 4 otaqlıdır, qiyməti isə start olaraq 255.000 manatdır. Gəl Elvin, gəl. Xoş gəlmişik, hamımız, dəyərli izləyicilərim, keçin. Avtomatik olaraq darvaza, mən deyirdim ki, bunun qarşısı onsuzsa bu ev sahibinin də, bir dənə orada qaraj falan üstü bağlı, açıq, yanları açıq eləmək olar, problem yoxdur. Sağ tərəfdə söhbətgaha su və kanalizasiya xətti çəkilib, hazırdır. Söhbətgahın yerində həyətin su anbarı və hovuzun motorxanası yerləşir. Qazı, suyu, işığı hamısı gördünüz, ağaclar çöldə idi. Hamısı var, daimidir. Sonra sol tərəfdə burada manqal inşa olunub, yanında su hövzəsi qoyulub. Gələcəkdə kim istəsə qaz sobası da qoymaq olar. Çünki qaz oradan keçir, çəkib düzəltmək olar. Evin bütöv olaraq hər tərəfinə fırlanmaq olur. Burada isə bir dənə balaca, kiçik bir yaşıllıq zonasıdır. Bura qonaq otağıdır, ora isə mətbəxdir. Mətbəxlə qonaq otağı ayrıdır. Daxildə 2 sanitar qovşağı, 3 dənə yataq otağı yerləşir. Qiymət bir daha söyləyirəm, start olaraq 255.000 manatdır. Əziz izləyicilərimiz, internetdə çəkilib buranın. Divarda olan işıqlar hamısı sensorludur. Hava qalanda özü yanır, hava aydınlaşanda özü sönür. Keçək evin daxilini. Buyurun. Evin içərisi, havalar soyuyur Elvin. Əvvəl evin içərisindən qaçırdıq, hava isti idi. İndi havalar soyuyur, evin içərisinə girəndə qəşəng isti olacaq. Ev bütöv olaraq isti döşəməylə təmir olunub. Wi-Fi xətti çəkilib, evin içərisinə daxil olan kimi dəhlizdən sağ tərəfdə mətbəx otağı yerləşir. Mətbəx mebeli yığılıb falan, qaz sobası, su hövzəsi hamısı qoyulub. Paltar yuyan üçün, qabı yuyan maşın üçün, bir də soyuducu üçün yer buraxılıb. Burada da sobalar olacaq. İnşallah. Sol tərəfdə üzbəüz qonaq otağıdır. Qonaq otağı həyətdə dediyim kimi birbaşa həyətə, yaşıllığa baxır. Sol tərəfdə isə divarda TV stent yığılıb. Sənəd kupçadır, çıxarışdır. Evin daxilində yerləşən birinci yataq otağı. Qiymətində indirim olmayacaq, narahat olmayın. İkinci yataq otağı. Daxilində sanitar qovşağı, duş kabinası, istilik sistemi qoşulub, hal-hazırda işlək vəziyyətdədir. Aşağı xoddan hava soyduğu üçün qoşulmalıdır əslində. Bu da 3-cü yataq otağı. Burada sonda sizə tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Suyu qoşuqlar bölgün, gəlir. Çox sağ olun, əziz izləyicilərimiz. Biz izlədiyi üçün, biz izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.